Bu gün nədən danışaq? Bu gün danışaq hamının bəhbəhlə danışdığı təmiz qan Avstralopdan. Əvvəla deyim ki, ən yüksək yumurta verimi olan cinsli deyirlər. Bu boş şeydir. Əgər kəpək çörəklə heyvan bəsləyəcəksənsə, heç Avstralop axtarmağına dəyməz. Avstralopdan yaxşı cinslər var. Yumurta verimi. Necə qulluq eləyəcəksən, elə də yumurta verəcək. İkincisi, təmiz qan deyirlər. Alanda heyvanı bir baxın. Bir görsən cüzə istəyir, qoy təksiyə göndər ki, nə. Alan adamın heç marağında deyir ki, bu hansı heyvanların balasıdır. Ya deyir, şəklini at baxım. O qədər şəkil tapım sənə üçün atım ki. Gərəkməz ki, ya bir gəlib heyvanı görəsən. Nəyin balasını alırsan. Sonra bu bozlardır. O burada da qaralardır. Bu müəyyən bir qismdir. Bir dənə tək boz xoruz buradadır. Bir dənə tək qara xoruz buradadır. Bir dənə boz xoruz buradadır. Xoruzun baxın. Bir dənə də qara xoruz buradadır. Geç bu tərəfə. Ay sağ ol. Bilirsiniz nəyə görə təkdir? Çünki bu boz fərələrlə, bir də bu boz qaralar, bir də boz fərələr. Burada yuxarıda tək olan xoruzların bacılarıdır. Ona görə bunlar gözləyirlər. Bunları çarpaz vurmaqdan ötürü mən ən azı biri saxlayacam tək. Ta ki, bunlardan bala alandan sonra o balaların fərəsi ilə bu xoruzları cüt vura bilərəm. Alırsınız, aparırsınız, böyüyən fərəni xoruzla vurursunuz, sonra deyirsiniz ki, mənim heyvanlarım o olmadı. O olmayacaq. Bəzisi bilmir demir, bəzisi bilir demir. Ona görə də siz kanala abunə olun. Mənim vaxtım olduqca çəkib paylaşacağım. Sizin də məlumatınız olar. Bu arada da ki, bu kanalımızın ən məşhur personajları 31 Mart 10 günlü idilər. Splashlərdir.